Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün Nəsiman Masazlı qəsəbəsinin belə bir möhtəşəm, gözəl bir evimizin məsajına bakteri azaddadır. Mərtəbə arası manat beton, boşa daş, kəməri, birinci mərtəbə ümumi stipol, yolu asfalt, 3 evin artıq biri satılıb, ikisi qalıb. Buradan padvanlı girişi hörmətli kanal izləyicilərimiz. Evimizin sol tərəfindən keçsəyimə konusunda kombi sistemidir, qaz sistemi hamısı orada çəkilib, hazır və saxlanılıb. Və buradan pəncərən mətbəxin pəncərəsidir. Bir zonadır bura. Bura asfaltın tarzı mərkəz yolda, altın öyrənməkdən mərkəz yoludur. İnsan daxil olub evimizin içinə, inşallah ev olmayan insanlar Allah tala belə gözlərlər. Qismət eləsin. Pəncərələr fərqli stullar, şəbəkə pəncərədir. İkinci mərtəbəmiz qalxan pekandır, betonlandı, üstə mərməni tərsi olunub. Onun otağımız və mətbəximiz santral boşlarımız. Belə bir gözəl evimizin otağı var. Sənət boylanmış, kəndürlər, kanalizələrimiz 2 dənə pəncərə işdə asılır. Tam müasir formulu o evlərdən dövlət kanalizələrimiz. Xatırladım ki, birinci mərtəbə müstif oldu, elektrik sistemidir. Elektrik sistemində pekan altında yerləşir. Buraya isə evimizin santral boşlağıdır. Və bu santral boşlağında 2 dənə atraq qoyulub ki, istəyəcək 3 kabinet qoya bilər hörmətli kanalizələrimiz. Mətbəx deyilməlidir. Yəni, gördüyünüz kimi, mətbəx mebili olandan sonra, burada da stolluq burasınlar edələrsin. Bu pəncərəmiz birbaşa öz həyətinə baxır. Ümumiyyətlə, pəncərənin qarşını keçən bir maniyə yoxdur. Tutub toplantı və elektrik tərbiyə çəkilib. İnsanlar ikinci mərtəbəsindən tanışdır. Patron, evimiz ipoteka yararlıdır. Evin də, torpağın da tam ki, sənədləri var. Qaz, su, işıq, mərkəzi konsistemi, hukukça, ipoteka yararlıdır. 110 min manata. Sözsüz ki, altına endir olmaz. Aslında ikinci mərtəbədə yataq otağındayıq. Bu yataq otağında elektrik tərbiyə komponentlər çəkilib. Buradan balkondan çıxışı var. Burada pəncərəsi var, açılıb. Şüşə genişdir, işıqlı. Qarşını kəsən bir maniyə yoxdur. Burada açıqlarımız da var orada. Buraya isə ikinci yataq otağı, ikinci mərtəbə. Şalaşın da yataq otağıdır. Və sonuncu yataq otağına mən saçım. Otaq, yataq otağı var. Onun otaq, müzikör otaq olur. Mətbəxdir. Burada belə bir gözəl yataq otağı. Bu pəncərəsi bir başqa öz həyətinə baxır. Və ikinci mərtəbə santral boşlarına başlayır. Və yeri stipoldur. Santral boşlar hamısı yeri stipoldur. Burada da 2 dənə atraq qoyub ki, istəyə görə burada duş kabinə qoya bilərsiniz. Və buradan da mən sizə göstərə bilərəm ki, pəncərə olan tərəf, olmayan tərəf, bax gördüyünüz kimi qoşadaşla inşa olunub. Yəni, təhkər söhbəti yoxdur. Ev olmayan insanlar Allah Teala belə gözəl və qismət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni saçlasına və birinci növbədə siz tanış ola biləsiniz.